Bu rəvayətlərin yerləşdiyi kitablar fars mənşəli bir kişi və Məhəmməd Peyğəmbəri nə görmüş, nə də tanımış, ondan 100 illər sonra yaşamış digər şəxslər tərəfindən tərtib olunub. Onlar ölkə boyu dolaşır, nə eşidirlərsə sadəcə kağıza yazırdılar və salam. Daha sonra bu qeydlər bir kitab halına gətirilirdi. Bu rəvayətləri yazan şəxslər onları Məhəmməd Peyğəmbərin ailəsindən, yəni ona yaxın olan şəxslərdən almırdılar. Halbuki Məhəmməd Peyğəmbər doğru və etibarlı məlumatları öz qızına danışardı. Onun qızı bu hadisələri görmüş və yaşamışdı. Eyni şəkildə onun əmsi oğlu, xəlifəsi, vəkili və nəvələri də. Onlar Peyğəmbərdən sallallahu aleyhi və aleyhdən ən çox təsirlənmiş, birbaşa ondan öyrənmiş və müqəddəs ruhun daşıyıcıları olmuşdular. Onlar ən etibarlı mənbə idilər. Amma onlar rədd edilərək kənara atıldılar. Bu rəvayətləri toplayan müəlliflər onlardan demək olar ki, heç nə almadılar. Əvəzində isə Peyğəmbər sallallahu aleyhi və aleyhin arxasında bir dəfə